Martın 16-sında Vaşinqtonun Yəmən husilərinə qarşı başlatdığı geniş miqyaslı əməliyyat davam edir. Birləşmiş Ştatlar ordusu İranın proksi qüvvəsi sayılan bu hərəkata zərbələr endirməklə onların liderini zərərsizləşdirib. Bu barədə Prezident Trumpın Milli Təhlükəsizlik üzrə müşaviri Michael Waltz məlumat yayıb. Onun sözlərinə görə əməliyyat çərçivəsində ordu husilərin raket mütəxəssislərini də zərərsizləşdirib. Bundan başqa qruplaşmanın qərargahı, rabitə mərkəzi, silah istehsalı zavodu, suüstü pilotsuz aparat istehsalı obyektləri də hədəf alınıb. Ənsar Allah hərəkatının öldürülən rəsmilərinin adları açıqlanmasa da, bu, Birləşmiş Ştatlar ordusunun başlatdığı əməliyyat müddətində qruplaşmanın məruz qaldığı ən ciddi itki kimi xarakterizə olunur. Əslində, əməliyyatların həyata keçirilməsinin səbəbi 2023-cü illə bağlıdır. Çünki həmin ilin 31 oktyabrında husilər İsrailin Qəzadakı əməliyyatlarına cavab olaraq Yəmən sahillərində İsrail şirkətlərinə bağlı olan ticarət gəmilərinə hücum etməyə başlayıblar. Nəticədə Qırmızı dənizdəki gərginlik iqtisadi çətinliklərə səbəb oldu. Belə hücumlara məruz qalmamaq üçünsə bir sıra gəmiçilik şirkəti bu dənizlə səyahətini dayandırdı. Həmin ilin 18 oktyabrında ticarət təhlükəsizliyinin təminatı məqsədi ilə Vaşinqtonun göstərişi əsasında dəniz işçi qrupu yaradılsa da, bu husilərin daha gərgin fazada hərəkətinə səbəb oldu. Bu mənada Ağ Evin sözü gedən hərəkatla bağlı addımları bənzər səbəblərlə əsaslandırılır. Donald Trump administrasiyası İranın proksi qüvvələrini daha çox zərbə altında saxlamaq istəyir. Çünki Bab əl-Məndəb kimi kritik bölgələrə nəzarət etmək istəyən husilər beynəlxalq dəniz ticarətinə olduqca böyük təhdidlər formalaşdırır. Onu da qeyd etmək lazımdır ki, İran inanmıram ki, husilərə olan zərbələrdən ABŞ-a qarşı hər hansı bir zərbə və yaxud da müharibə planını fikirləşsin. Çünki hal-hazırda iqtisadi sanksiyalar və İranın düşdüyü daxili durum bir qədər mürəkkəbdir və hal-hazırda İran istəyir ki, proksi qüvvələrini qorusun, ancaq təbii ki, yaxın şərqdəki geosiyasi proseslər İrana qarşı çevrilmişdir. O ki, qaldı məsələyə rəsmi Tehranın münasibət bildirib bildirməyəcəyinə, analitiklər bildirirlər ki, İran dolayısıyla husilərə dəstəyini davam etdirsə də aktiv bir şəkildə prosesdə rol almayacaq. Bu, İranın əlini qısıtlamaqdır, İranı bir hədələməkdir və İrana bir gözdağı verməkdir. Ancaq İran buna qarşı ayaqlanırmı, təkrardan direkt Amerika ilə savaşa geçərmi? Mən bunu zənn etmirəm. Necə ki, xəbərlərdə aldığımıza görə son günlərdə İran və Amerika möhtəmələn İmaratda qarşı-qarşıya görüşə bilirlər. Böyle bir xəbər yayınlanmışdır. Və bu bunu göstərir ki, Amerika husiləri vurmaqla İranın masaya gəlməsinə zorlamışdır. Beləliklə bəşləyib və bu gedişatı gözləməmiz lazım. Amma İran husilərə son dəqiqəyə qədər dəstəyini davam etdirəcəkdir. Birləşmiş Ştatlar ordusunun həmlələrinə cavab olaraq məsələyə İrandan reaksiya gəlməsi proqnozlaşdırılmır. Analitiklər bildirirlər ki, buna səbəb hazırki şəraitə husilərlə müqayisədə rəsmi Tehranın diqqətini daha çox digər proksilərinə, yəni Həmas və Hizbullaha yönəltməsidir. Nəzərə alsaq ki, Birləşmiş Ştatlarla Həmas arasında yaxın şərqdə dialoqa nail olunması üçün dolayı danışıqlara başlanılıb, deməli rəsmi Tehran üçün cari prioritet məhz bu müstəvidədir. Zeynə Mirzəyeva, Real.